Uşaqlar, bugünkü dərsimiz Azərbaycanın ərazi bütövlüyü ilə qəsdlər mövzusudur. Sovet Rusiyası Ermənistan və Gürcüstan sovetləşdikdən sonra Azərbaycan əraziləri vasitəsilə onların ərazilərini genişləndirdi. Azərbaycan SSR-nin qərb əraziləri Ermənistan SSR-yə ilhaq edildi. Bunlar hansılar idi? 1920-ci ilin 10 avqustunda Rusiya ilə Ermənistan arasında bağlanan sazişə əsasən Azərbaycanın şəhər dəyərli bölgəsi Ermənistana verildi. Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağ mübahisəli ərazilər hesab edildi və 1920-ci ilin yayında yuxarı, yəni Qərbi Zəngəzur Ermənistana verildi. Yuxarı Zəngəzur Ermənistanın bağışlanmasına böyük xidmət olan amillər hansılar idi? 1920-ci ilin noyabrın 30-da, yəni dekabrın 1-də Azərbaycanın Ali Partiya rəhbərinin qəbul etdiyi qərara əsasən Sovet Azərbaycanı və Sovet Ermənistan arasında heç bir sərhədin olmaması vurğulandı. Sovet Rusiyası və onun Qafqaz işlərinin əsas rəhbərliyinin Stalin və Orkonidzenin anti-Azərbaycan fəaliyyəti idi. 1929 və 1930-cu illərdə Ordubad Zəngəzur qəzasının cənub hissəsi, yəni indiki Zəngilan rayonunun bir sıra kəndləri Ermənistana verildi və bu ərazidə Mehir rayonu yaradıldı. Nəticədə Azərbaycan və Azərbaycanın Naxçıvan və digər torpaqlar arasında olan quru sərhədləri bağlandı. Bu gəlişdə Ermənistanın yeni ərazi problemi yaratmasına mühüm bünövrələrindən qoyulması hesab ediləcək. Yəni mühüm problemləri yaradacaq bu hadisənin baş verməsi. 20-ci əsrin 20-ci illərində Azərbaycan SSR yaylaq və sudan istifadə hüququ zəminində yaradılmış sərhəd mübahisəsi nəticəsində Azərbaycan Qazax və Cəbrayıl qəzalarının bir sıra torpaqlarının da Ermənistana verilmiş oldu. Azərbaycan SSR-in Gürcüstan ərazi mübahisələrinə baxaq. 1920-ci ildə Borçalı qəzasının mərkəzi hissəsi Gürcüstana verilsə də, az sonra Gürcüstan və Ermənistan Sovet Respublikaları arasında bölüşdürüldü. 1920-ci il Azərbaycan SSR ilə Gürcüstan SSR arasında bağlanmış sazişə əsasən Gürcüstan Zaqatala dairəsinə aid bütün iddialarını əl çəkdi, lakin Zaqatala dairəsinə məxsus əkin və otlaq sahələrinin bir hissəsi Gürcüstanın sığınaq qəzasına verildi. Zaqatalanın Azərbaycan tərkibində qalması iki amil həlledici rol oynadı. Əhalinin mütləq əksəriyyətin, yəni 92-95%-nin müsəlman olması və əhalinin Azərbaycan tərkibində yaşamaq idarəsinin ortaya qoyması idi. 1922-ci ildə Azərbaycanda Qarayazı torpağı iki yerə bölündü. Yuxarı Qarayazı Gürcüstana verildi, aşağı Qarayazı isə Azərbaycanın tərkibində qaldı. İndi Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına baxaq. 1923-cü il 7 iyul tarixinə yaradılır Dağlıq Qarabağ Muxtar Vilayəti. 1920-ci ilin sonunda Ermənistan sovetləşdikdən sonra Qarabağ vilayətinə ermənilərə verilməsi tələbi istiqamətində real addımlar atıldı. Bununla da Ermənistan Azərbaycan arasında dövlətlərarası ərazi münaqişəsi faktlı olaraq daxili məsələyə çevrildi. Beləliklə Dağlıq Qarabağ məsələsi 1923-cü ilədək rəsmi İrəvan və Bakı arasında kəskin siyasi mübarizənin yeni mərhələsinin əsasını qoydu. 1920-ci il iyulun 4-də Rusiya Kommunist Bolşevik Partiyasının Qafqaz bürosunun iclasında Dağlıq Qarabağ Ermənistan arasında qərar qəbul edildi. Nəriman Nərimanovun etirazı ilə iyulun 5-də Qafqaz bürosu qərarı dəyişik edərək Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın və Dağlıq Qarabağın paytaxtı Şuşa olmaqla Muxtar vilayəti statusu verilsin. Lakin 1923-cü il iyulun 7-də Moskvanın təzyiqi ilə Azərbaycan SSR Mərkəzi İcra Komitəsi tərkibində Dağlıq Qarabağ Muxtar vilayətinin yaradılması haqqında dekret qəbul olundu. Dağlıq Qarabağ Muxtar Respublikası İnzibati Mərkəzi Xankəndi seçildi. 2 ay sonra ermənilər Xankəndi adını dəyişərək Stepanakert adlandırmağa başladılar. Dağlıq Qarabağın erməni muxtariyyətinin yaradılması nəticələrinə baxsaqsa, Qarabağ münaqişəsinin əsası qoyuldu və Qarabağ torpaqlarının parçalanması gələcəkdə bu əraziyə Ermənistanın yenidən iddia irəli sürməsinə şərait yaratdı. Naxçıvan Ermənistan birləşmək planının iflasına uğraması başlığına baxaq. Azərbaycan Sovet hakimiyyəti qurulduqdan sonra Bakının siyasi təsirindən kənarda qalan yeganə ərazi Naxçıvan idi və 1920-ci il iyununda Veysel bəyin başçılığı Türk qoşunu Naxçıvana gələrək bölgənin erməni daşnak hücumlarından qorunmasına mühüm rol oynadı. Naxçıvanın Ermənistana verilməsi planı iflasa uğradı. 1920-ci il iyulun 28-də 11-ci Qırmızı Ordu Naxçıvana daxil oldu və 1920-ci ilin avqustunda Moskvada bağlanmış Sovet-Türk sazişinə əsasən yeni müqavilə imzalanaraq hər iki tərəfin hərbi qüvvəsi Naxçıvanda saxlanılmalı idi. Naxçıvan statusunu müəyyənləşdirmək arasında bəzi vəziyyətlər bunlar idi. Ermənistan təcavüzü nəticəsində gərginlik davam edirdi. Sovet Rusiyası ilə daşnak Ermənistan arasında gedən pərdəarxası oyunlar Naxçıvan Azərbaycan tərkibində qalması məsələsinin həllini uzadırdı. Və Azərbaycan rəhbərliyi Moskvanın diktəsinə tabe olmuşdu. Naxçıvan əhalisinin güvəndiyi yeganə qüvvə bölgədəki Türk qoşunları idi. İndi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının təşkilinə baxaq. 1920-ci ilin martın 14-də Türkiyə ilə Rusiya Sovet Sosialist Federativ Respublika arasında Naxçıvan statusunu haqqında Moskva dostluq müqaviləsi imzalanır. Moskva müqaviləsinin 3-cü bəndində əsasən Naxçıvan vilayəti Azərbaycanın qəyyumluğu altında muxtar ərazi vahidi kimi təşkil olundu və Azərbaycan Naxçıvanın bu qəyyumluğunu 3-cü dövlətə üzəşə edə bilməzdi. Bu da Ermənistan nəzərdə tutulurdu. Moskva müqaviləsi Naxçıvan erməni fitnəsinə son qoyuldu. Moskva müqaviləsini tamamlamaq və Naxçıvanın Azərbaycan himayəsi altında muxtar ərazi statusunu həll etmək məqsədi ilə 1921-ci ilin oktyabrın 13-də Rusiyanın iştirakı ilə Türkiyə və Cənubi Qafqaz Respublikaları arasında Qars müqaviləsi bağlandı və 20 maddədən ibarət Qars müqaviləsinin şərtləri əsasən Naxçıvanın Azərbaycana məxsus olması bir daha təsdiq edildi və Naxçıvan muxtar ərazi kimi dəqiq sərhədləri müəyyən edildi. Moskva və Qars müqaviləsinin oxşar cəhətləri bunlar idi ki, eyni ildə imzalanmış və müddətsiz müqavilələr idi. Azərbaycan himayəsində Naxçıvan statusunu həll etməyə yönəlmişdi və bu günə kimi də Ermənistanla Azərbaycan və Türkiyə arasında dövlət sərhədinin təmizlənən yeganə beynəlxalq sənəddir. 1924-cü il fevralın 9-da Azərbaycan
Mərkəzi İcra Komitəsi RST heyəti Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında dekret imzalandı. Beləliklə bölgənin Azərbaycanın əhalisi və Türkiyə dövlətinin qəti nəticəsində Naxçıvanın Ermənistana birləşməsi planı iflasa uğradı. Lakin 1929-cu ildə Zafqaziya Mərkəzi İcra Komitəsinin qərarı ilə Moskva və Qars müqaviləsinə zidd olaraq Naxçıvan Muxtar Sovet Sosialist Respublikası sərhədləri dəyişdirərək 6000 kvadrat kilometrdən 5.5 kvadrat kilometrə endirildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 657 kvadrat kilometr ərazisi isə Ermənistan SSR-yə birləşdirilmiş oldu. Sağ tərəfdə xəritəyə baxsaq, biz Gürcüstana və Ermənistana verilən ərazilərə baxsaq, görəcək ki, həmin dövrdə Azərbaycanın bölünməsi, parçalanması və məhvi uğrunda müəyyən işlər görülmüşdür və o dövrdə Sovet rəhbərinin Azərbaycana qarşı olan düşmən mövqeyi bunun reallaşmasına imkan vermişdi. Dərsimiz bu qədərdir. Ümidvaram sizin üçün faydalı olar. Sizə uğurlar arzulayıram.